25-ci topludan yeni sualları görmüsünüz. Gəlin elə birinin həllinə baxaq. ABCD trapeziyasını çəkək və adlandıraq. A, B, C, D. BC-ni 5 vermişdi, AD-ni 14, CD-ni 9 və C bucağını 130 dərəcə vermişdi. Burada C təpəsindən AB-yə paralel xətt çəkirik. Buranın bir K təpəsi adlandıraq. Burada AK da BC-yə paraleldir. Ona görə burada 5 olacaq. Və daha sonra burada KD-yə 9 qalır. Ümumi AD 14 olduğu üçün 14-ü burada qeyd edək. Və burada bərabər yanlı üçbucaq yaranır. Bərabər yanlı üçbucağında oturacağınız iki bucaqlar bərabər idi. Ona görə bura alfadırsa, burada alfa olur. Həmçinin burada BC ilə AK paralel olduğu üçün burada çarpaz bucaqlar yaranır, daxil çarpaz. Bura alfadırsa, burada alfa olur. Onda demək 2 alfa 130 dərəcədir, alfa da 65 dərəcə qalır. Və biz bilirik ki, paralelogramın qarşı bucaqları bərabərdir. Ona görə bura alfa 65 olduğu üçün A bucağı da 65 dərəcə olacaq və paralelogramın bir tərəfinə bitişik bucaqlar da cəmi 180 dərəcədir. Ona görə B bucağı ilə 65 bucağın cəmi 180 dərəcədir. Onda B bucağına 115 dərəcə qalacaq. Bizdən də B çıx A-nı istəyir. Ona görə yəni B bucağı çıx A bucağı bərabərdir 115 çıx 65 bərabər olur 50 dərəcəyə.